Sual 88. Ferum S2-ni yandırıblar. Burada alınır ferum K3 və SO2 alınır. Sonra nə edir? Ürəyi soymur. Bu SO2-ni də deyir yandır. Tamam, yandıraq. Buradan da nə alınır? SO3 alınır. Sonra mənə nə deyir? Deyir ki, bu Y ilə X arasındakı MR fərqini tapın. Y-imiz SO3, X-imiz də SO2. Arasındakı fərq bir dənə oksigen qədərdir. Bir dənə oksigenin də ayrı 16-dır. Deməli, bunlar arasındakı fərq 16-dır. Sual 89. Sink S-i yandıraq. Yandıranda nə alınacaq? Sink oksid və SO2 alınacaq. Yəni, bu X maddəmiz SO2-dir. Sonra deyir ki, bu SO2-ni də yandır, alınacaq SO3. Sonra deyir ki, bunlar arasında bir də MR fərqini tapın. Tamam, tapaq. SO3 ilə SO2 arasındakı MR fərqi 1 oksigen qədərdir. 1 oksigen də 16-dır ayrı. Deməli, bu arasındakı fərq 16-dır. Sual 90. Metallurgiya zavodlarında xüsusilə poladın əridilməsi və təmizləməsi proseslərində oksigen qazından geniş istifadə olunur. Oksigen qazından istifadə zamanı yüksək temperatur əldə edilir. Yanma reaksiyaları və metalların ərimə prosesi sürətlənir. Proses sonunda karbon qazı və su əmələ gəlir. Hər dəqiqədə 0,6 mol oksigen qazı sərf olunarsa, zavodun 1 saatlıq oksigen olan tələbatını hesablamaq lazımdır. Dəyərli dostlar, deməli, bu bol sözlü, möhtəşəm məsələnin sadə bir həlli var. Əgər 1 dəqiqədə 0,6 mol oksigen sərf olunursa, bəs 1 saatda, yəni 60 dəqiqədə nə qədər oksigen sərf olunur? X qədər, X də bərabərdir. 0,6-nı 60-a vuracaq, bu da eləyəcək 36. Bitdi. Sual 91. Bizə nə deyir? Deyir ki, bəs metallurgiya zavodlarında yanma proseslərini sürətləndirmək, yüksək temperatur əldə eləmək üçün oksigen qazından istifadə edilir. Bu proseslərdə istifadə olunan oksigen qazını isə havadan alırlar. Neçə litr havadan gündəlik istifadə üçün lazım olan 84 mol O2-nin alındığını hesablayın. Dəyərli dostlar, biz nə edəcəyik birinci? Bu 84 mol O2 məsələsi, bu hələ ki tam hava deyil, havanın sadəcə 21%-dir. Öncəliklə gəlin baxaq, 84 mol oksigen görək neçə litrdir? Deməli, əgər biz 1 mol oksigen götürsəydik, baxın 1 mol götürsək, bu eləyəcək 22,4 litr. Amma mən 84 mol götürmüşəm, bu 84 mol neçə eləyəcək? X qədər. X də bərabərdir, 84 vurulsun 22,4. Bu nədir? Bu oksigenin həcmidir. Yəni, bir gündə lazım olan oksigenin həcmi bu qədərdir. Amma mənə deyir, havanın həcmini tap. Yəni, bizim bu tapdığımız ədəd havanın sadəcə 21%-dir. Onda 84 vurulsun 22,4. Havanın sadəcə 21%-dirsə, görəsən havanın bəs 100%-i neçə litr idi? Buna bir Y deyək. Y də buradan bərabərdir. Deməli, bundan bu ixtisar geçsinlər. 4. Nə qalsın deməli? 44 tam, daha doğrusu 89-un da altında 100-ə vuranda neçə eləyəcək? 8960 falan. Belə bir şeylər eləyəcək yəqin ki. 8960. Belə bir şey. Sual 92. Bir balıqçılıq təsərrüfatlarında suyun oksigen səviyyəsini artırmaq üçün kalium permanganat məhlulundan istifadə edilir. Kalium permanganat suda həll olduqda aşağıdakı kimi oksigenləşmə reduksiya reaksiyası gedir və oksigen qazı əmələ gəlir. Deyir ki, təsərrüfat sayəsində gölməçənin həcmi 1000 litr və suya buraxılmalı olan oksigen qazının gündəlik norması isə hər litr üçün deməli 0,0075 moldur. Bu təsərrüfatın gündəlik oksigen tələbatını ödəmək üçün suya neçə kiloqram kalium permanganat əlavə edilməlidir? Dəyərli dostlar, deməli, bu reaksiyanı mən qıraqda yazacağam, çünki onun üstündə hesablama aparacaq. Reaksiyamız necə idi? Kalium, mangan, O4. Buradan nə alınır? Alınır, üstünə gəlirəm bunun su, H2O. Buradan alınacaq mangan O2. Buradan alınacaq kalium OH və buradan alınacaq oksigen qazı. Bizə deyir ki, bəs bu gölməçənin həcmi 10.000 litr su tutur. Deməli, və hər litr üçün də 0. Yəni, biz gəlin hesablayaq görək, bu gölməçəyə nə qədər oksigen lazımdır? Deməli, hər 1 litr üçün bu qədər oksigen lazım olduğunu görə, bunu da vuracaq 10.000-ə. Deməli, 1
1, 0, 2, 3, 4 dənə 0 var. 1, 2, 3, 4. Deməli, qısası 75 mol oksigen lazımmış bizə. 75 mol oksigen lazımdır. Mən reaksiyadan nə görürəm? Görürəm ki, bu reaksiyadan 3 mol əgər oksigen alınacaqsa, 4 vurulsun, bunun qabağında 4 yazmamışam. Deməli, 4 vurulsun 158 qram kalium permanganat lazım olacaq. İndi 75 mol üçün nə qədər lazım olacaq? Buna bir x deyək. X bərabərdir. 4 vurulsun 158 vurulsun 75. Bunu da bölürük 3'ə. Eləmək. Sonra burada ixtisar gedəcəyimi tabii ki, bununla bu ixtisar gedəcək 25 dəfə. 4'ü vuracam 25'ə. 4'ü 25'ə vuranda neçə eləyəcək? 100 eləyəcək. 100 də vuracam 158'ə. Baxın. 1500 yox 15800 belə bir şey. Bu amma qramdır. Mənə deyir neçə kiloqram lazımdır. Qram da kiloqrama çevirmək üçün bunu 1000'ə bölmək lazımdır. Bitdi. Ona görə düzgün cavabımız olacaq 15,8. Sual 93. 600 qram kalium kloratın manqan oksigen iştirakı ilə qismən termiki parçaladıqda bərk qalığın kütləsi 1,6% azalır. Öncəliklə bura diqqət edək. Baxın, bu bərk maddədir. Bu da bərk maddədir. Bu da qazdır. Bərk maddənin kütləsi niyə azaldı? Çıxan qaza görə azalır. Yəni, buradan oksigen qazı çıxır deyə bərk maddənin kütləsi ona uyğun azalır. İndi baxın, əgər 600 qram idisə və bərk qalığın kütləsi 1,6% azalıbsa, 600 qramın 1,6%-ni tapacaq. Bu deyilir 9,6 qram. Deməli, belə çıxır ki, bu reaksiyadan 9,6 qram oksigen əmələ gəlib. Həmin oksigen hesabına bərk qalığın kütləsi azalıbdır. Uçub gedib oksigen. Və mənə nə deyir? Reaksiya nəticəsində neçə mol kalium klorat alındığını hesablayın. X mol kalium klorat alınır. Amma mən görürəm ki, reaksiyada 3 vurulsun, deməli 32, 3'ü də 32 vuran 96. 96 qram əgər kalium klorat, daha doğrusu oksigen alınacaqsa, o zaman deməli əmələ gələr 2 mol kalium klorat. Deməli, düzgün cavabımız 93 olacaq 0,2. Sual 94. 300 qram kalium klorat manqan-2 iştirakı ilə qismən termiki parçalandıqda bərk maddə kütləsi 6,4% azalır. Reaksiya nəticəsində neçə mol kalium klorid alınır? Deməli, əgər bərk maddənin kütləsi azalırsa, baxın, bu bərk maddə, bu da qaz. Məhz qaza görə azalır bərk maddənin kütləsi. Əgər 300 qramın deyirsə 6,4% azalıb, belə çıxır ki, 300 qramın neçə qramı azalıbmış? 300-ün 6,4%-ni 19,2. Deməli, 19,2 qram oksigen alınıb ki, bu oksigen uçub göyə bərk maddənin kütləsi azalmış hesab olunubdur. Yaxşı, indi deyir ki, bu zaman neçə mol kalium klorid alınır? X mol bilmirəm, amma mən bilirəm ki, burada gördüyünüz kimi, deməli, 3 vursun 32, 96 qramlıq bir oksigen alınanda 2 mol kalium klorid alınırdı. X da buradan bərabər olacaq 0,4. Düzgün cavabımız olacaq 0,4. Sual 95. 800 qram kalium klorat manqan oksigen iştirakı ilə termiki parçalandıqda bərk maddə 8, daha sonra bərk kütlə 8% azalır. Reaksiya neçə oksigen alınmışdır, onu hesablamaq lazımdır. Dəyərli dostlar, niyə bərk kütlə azalacaq? Çünki oksigen alınacaq. Həmin oksigen də uçacaq göyə, bərk kütlə azalacaq. İndi əgər 800-ün 8% qədər azalıbsa, deməli 800-ün 8% qədər oksigen əmələ gəlib. 800-ün də 8% eləyəcək 64 qram. Yəni, burada reaksiyamızda 64 qram oksigen əmələ gəlibmiş. İndi mənə deyir, reaksiyadan neçə litr oksigen ayrılır? Əgər 1 mol oksigen olsaydı, yəni 22,4 litr oksigen olsaydı, bu 32 qram eləyərdi. Amma 64 qramsa neçə litr oksigen imiş? Buna bir x deyək, x də buradan bərabər olacaq. Deməli, 2 dəfə artıq 44,8 litr. Düzgün cavabımız 44,8. Sual 96. Bizə nə deyir? Deyir ki, 10,1 qram kalium nitratın termiki parçalanmasına alınan oksigenin hidrogenlə qarşılıq təsirinə neçə qram su alınır? Dəyərli dostlar, burada 2 dənə reaksiya deməli istifadə olunacaq. Birinci reaksiyamız nədir? Kalium nitratın parçalanmasıdır. Kalium nitrat parçalananda da reaksiya bu şəkildə gedəcək və yarım mol oksigen alınacaq 1 molundan. Yəni, əgər bu 101 qramdırsa, bundan 0,5 mol nə alınacaq? Oksigen alınacaq.
Əgər 10.1-dirsə, buradan nə qədər oksigen alınacaq dəyərlər? 0,05 mol, 0,5 mol oksigen alınmış olacaq. Deməli, baxırıq, əgər bizə deyirsə ki, nə qədər, neçə qram su alınır? Bunun 1 molundan əgər 36 qram su alınarsa, bəs bunun 0,05 molundan nə qədər su alınır? X qədər su alınır. X də buradan bərabər olacaq. Deməli, nə olmalı? 0,5 olsaydı olacaqdı 18, 1,8. Sual 97. 8,5 qram natrium nitratının termik parçalanmasına əmələ gələn oksigenin hidrogen reaksiyasından neçə qram su alınır? Dəyərli dostlar, reaksiyamız birincisi bu şəkildədir. 8, əgər mən 85 qram natrium nitrat götürsəm, buradan 0,5 mol oksigen almış olacağım. Əgər 8,5 qram götürsəm, buradan alacağım x qədər. X də buradan bərabər olacaq 0,5 mol oksigen. Sonra nə edirəm? Həmin bu oksigeni yandırıram. H2 üzərinə gəlirəm O2 alınacaq H2O reaksiyasından. Əmsallaşdıracağıq və görəcəyik ki, hər dəfə 1 moldan 36 qram su alınır. Görəsən 0,05 moldan nə qədər su alınır? Buna bir Y deyək. Y də buradan bərabər olacaq 1,8 qram su. Sual 98. X elementi oksigen ilə X2O3 birləşməsini əmələ gətirir. Qrafik əsasən X elementinin nisbi atom kütləsini müəyyənləyin. Deməli, reaksiya bu şəkildə olacaq dəyərlər və reaksiyadan nə görürəm? Görürəm ki, 3 vurursun ki 6, altında vuran 16 eləyir 96. 96 qram oksigen reaksiya daxil olduqda nə əmələ gəlir buradan? 2 vurulsun 2x plus 48 qram bu maddədən əmələ gəlir. İndi şərtdə mənə nə qədər deyir? Şərtdə oksigenin miqdarına baxın. 102-dən düşüb 54-ə. 102-dən də daha sonra 10.2-dən 5.4-ə düşüb 4,8 qram oksigen sərf olunub deməkdir. 4,8 qram oksigen sərf olunanda da baxın, əmələ gəlib 10.2 qram nə əmələ gəlibdir? Əmələ gəlib bu maddə. 10.2 qram bu maddədən əmələ gəlibdir. Bitdi. Biz buradan x hesablayacağıq. Olacaq 27. Sual 99. Deməli, birinci qabımızda nə var? Oksigen və ozon var. İkinci qabımızda nə var? Sadəcə oksigen var. Deyir ki, birinci, ikinci qabların hər birində bu qədər sayda molekul var. Dəyərli dostlar, bu 1,5 mol deməkdir. Yəni, daha doğrusu ikinci qabımızda 1,5 mol nə varmış? Molekul varmış. Gəlin, bunu bir yerə qeyd eləyək. Bitdi. Bu 1,5 mol. Həmçinin burada da 1,5 mol nə varmış? Maddə varmış. İkinci qabda sadəcə oksigendir. Birinci qabda isə oksigen ozon qarışığı 1,5 moldur. Sonra nə deyir bizə? Deyir ki, birinci qabdakı qazların kütlələrinin cəmi ikinci qabdakı qazların kütlələrinin cəmindən 8 qram çoxdursa. Baxaq, ikinci qabın kütləsini gəlin hesablayaq. İkinci qabın kütləsi nə qədər olacaq? Deməli, əgər 1 mol oksigen olsaydı, bu 32 qram olardı. 1,5 mol oksigen olduğuna görə bu nə eləyəcək? Bu eləyəcək, buna bir x deyək. X də buradan bərabər olacaq 48 qram. Deməli, bu qabın kütləsi 48 qramdır. Onda əgər bizə birinci qabın kütləsinin cəmi ikinci qabın kütləsindən 8 qram çoxdur deyirsə, ikinci qabımızın kütləsi olacaq 56 qram. 8 qram çoxdur deyirdi bizə. İndi gəlin belə bir sistem quraq. Deyir ki, bizə oksigen və ozon. Bax, birinci qabda olanları mən yazıram bura. Birinci qabda olanlarımız nələrdir? Oksigendir, bir də ozondur. Amma mən bilmirəm, bunların hərəsində neçə moldur. Gəlin, birinciyə x mol, ikinciyə y mol deyək. Bunların cəmi, yəni x plus y-in cəmi bizə 1,5 mol deməlidir. Bax, bu şərtə görə. 1,5 mol var, deyir. Sonra bizə nə deyib? Deyib ki, bunların kütlələri də 56 qramdır. Baxın, x qədər oksigenin kütləsi, oksigenin özünün emeri 32-dir, öndə də x olduğuna görə 32x qədərdir. Y qədər oksigen, daha doğrusu ozon deyir bizə. Ozonun özünün emeri 48-dir, öndə də y var deyə 48y var, qəbul edirik. Bu da bərabərdir 56 qrama. Dəyərlər, gəlin belə eləyək. Əvəzlənmə də apara bilərik burada, yəni bir çox əməliyyatlar apara bilərik burada. Əvəzlənmə də apara bilərik, bir ədədə vurub alt-alta çıxada bilərik. Mən tövsiyə edirəm ki, bu gördüyünüz bu ədədin x-i də y-i də 1,5-də hər tərəfi nəyə vuraq? 32-yə vuraq və növbəti ədədin altında yazaq. Olacaq 32x, üstə gəlirəm, 32y
bərabərdir. 1.5-də 32 vuranda eləyəcək 48. Bunlar indi alt-alta çıxsaq, bunlar getdilər. 48-dən də 32 çıxıram, eləyir 16. 16 y bərabərdir. 56-dan da 48 çıxacaq. Neçə eləyəcək bu da? Eləyəcək 8. Deməli, y buradan bərabər olacaqmış 0.5. Hə, baxın. Əgər bunların ikisi bir yerdə 1.5 mol idisə, bunun biri əgər 0.5 moldursa y, onda avtomatik x nəymiş? X 1 mol imiş. Mənə nə deyir? Birinci qabdakı oksigenin kütləsini hesablayın. Oksigen x mol idi. X də 1-ə bərabərdir. Deməli, belə çıxır ki, burada 1 mol oksigen varmış. 1 mol oksigenin də kütləsi eləyir 32 qram. Sual 100. Deyir ki, bir qab var, 6 mol oksigen var və deyir ki, artıq miqdarda bura hidrogen əlavə olunub, nə qədər su əmələ gələr? Dəyərli dostlar, reaksiyamızı yazırıq. H2, üzərinə gəlirəm O2, alınır H2O. Və buradan görürəm ki, hər dəfə 1 mol oksigendən 2 mol su əmələ gələcək. Baxın, əmsala görə 1 mol oksigendən 2 mol su əmələ gələcək. İndi 6 mol oksigendən nə qədər su əmələ gəlir? X qədər. X də bərabər olacaq 2 dəfə artıq, yəni 12 mol. Sual 101. İndi oksigen artıq miqdarda götürülüb, 6 mol hidrogendən neçə mol su əmələ gələr? Reaksiyanı yazıram H2, üzərinə gəlirəm O2, alınacaq H2O. Və burada 2 atacam, burada 2 atacam. Və mən nə görürəm? Görürəm ki, hidrogenlə suyun mol miqdarları bərabərdir. Yəni, neçə mol hidrogen götürsəm, o qədər molda su alınacaq. İndi mən 6 mol hidrogen götürmüşəm, beləcə ki, 6 molda su əmələ gələcək. Sual 102. Deyir ki, 300 litr havada olan oksigenin həcmini litrlə hesablayın. Havada oksigenin həcmi 21%-dir. Yəni, biz 300-ün 21%-ni tapacaq. 300 əgər 100%-dirsə, görəsən, bəs 21% neçədir? Bu neçə də bərabər olacaq. Bunlar bundan istəyirsin 3 dəfə 3 vuracam 21-ə, 63. Sual 103. Deyir ki, bizə 70 mol oksigen də ozonator cihazından buraxılıb. Buradan 40 mol oksigen və x mol ozon əmələ gəlib. Baxın, 70 molluq bir oksigenin əgər 40 molu elə oksigen şəkildə qalıbsa, 70-dən çıxıram 40-ı, belə çıxır ki, qalır 30 mol. Yəni, 30 mol oksigen ozona çevrilməlidir. Belə bir çevrilmə olmalıdır. Mən reaksiyanı bilirəm. Bilirəm ki, O2, buradan alınır O3. Bura deməli 3 atıram, bura 2 atıram və görürəm ki, hər dəfə 3 mol oksigendən 2 mol ozon əmələ gəldi. İndi 30 mol oksigendən neçə mol ozon əmələ gəlir? Bura bir x deyim, x də buradan bərabər olacaq 20 mol. Sual 104. 80 mol oksigen veribdir və ozonatordan buraxılandan sonra bunun 40 molu ozona çevrilib, qalanları oksigen şəklində qalıbdır. Gəlin belə eləyək. Birinci reaksiyamızı yazsaq. O2 alınır O3. Bu reaksiyadan bura 2, bura 3 atırıq, bitdi. Və mən nə görürəm? Görürəm ki, hər dəfə 2 mol ozon almaq üçün mənə 3 mol oksigen lazımdır. Yaxşı, 40 mol oksigen almaq üçün mənə nə qədər oksigen lazımdır? Buna bir x deyək. X də buradan bərabər olacaq. Deməli, nə qədər lazımdır? Bu 20 dəfə artır, bunda 20 dəfə artıracaq. 60 mol deməli oksigen lazım olacaq. Qısası, bu 80 molun 60 molu ozon şəklində ozona çevrilməyə daha doğrusu sərf olunub. 80-ın 60-ı ozona çevrilməyə sərf olundu. Onda yerdə qalır. 80 çıxılsın 60 bərabərdir. 20 molsa elə oksigen şəklində də çölə çıxıbdır. Yəni reaksiya girməyibdir.